Mən Şəhid Əvvəl haqqında oxudum. Şəhid Əvvəl kimdir? Lümətü Dəməşqiyyə adlı bir kitabdır, fiqhi bir kitabdır. Çoxdan yazılıb. Bu şəxs özü təxminən 6 əsr bundan qabaq dünyasında yaşayıb. Təxminən yadımda qalan. O şəxs şəhid oldu. Necə şəhid elədilər bu şəxsi? Oxudum, qutilə bis-sayf. Vurdular, öldürdülər. Summa sulibə. Sonra deyir, çarmıxa çəkdilər. Rucimə, daşladılar. Summa uhriqə, yandırdılar. Bu Şəhid Əvvəli. Bu şəxs kim idi? Belə nəql edirlər ki, bir dəfə gecə namazına qalxmadı. Sübh namazına qalxdı. Sübhə qalxıb, gecə namazına qalxmayıb. Bir dənə şeir dedi, ağlaya-ağlaya. Dedi, əzumətu musibətu əbdikələ miskin. Allahım, miskin məndə və fəqir məndə və elə bir dənə müsibət üz verib ki, çox əzəmətli bir müsibət. Nə olub sənə? Gecə namazından məhrum qaldı. Adam var, bir dənə gecəni itirib, onun müsibəti gör nə qədər böyüdü ona. Adam da var, bütün gecələri yatır. Narahat da deyil ki. Adam da var, heç bir gecəni verməyib fota. Mərəşi haqqında oxumuşam. Qəbrinin üstünə də qoymuşdu cənamazını. Görmüşəm onun. Yazmışdı ki, 70 idi bu cənamazda gecə namazı qıldım. Bir dəfə də qəzaya vermədi. 70 il qardaş. 2 gün, 3 gün, 1 ay, biraz nəsə eləyib, bəşər istəyir harasa geçsin. Nə oldu ya, məndə alınmır. Qardaş, 1-2 aydır başlamıza dayandı, məndə alınmır. Nə istəyirsən sən? Kişilər illərin qoyublar, ömürlərin qoyublar, axırda bir məqama çatıblar. 2-3 ilə nəsə möcüzə eləmək istəyirsən. Nə olmayacaq? Bir də möcüzə eləmək üçün, kəramət göstərmək üçün yaşama, bəndə olmaq üçün yaşa. Nə olacaq, olacaq. Əbd olmaq üçün. Allah necə görmək istəyir səni, məni o cürünə görsün. O üçün yaşamaq lazımdır.